Möhtərəm müsəlman qardaşlar, keçən həftə xutbəmizdə bildiyiniz kimi övladların valideynlərinə qarşı olan vəzifələrindən bəhs etmişdik. Bir övlad valideynlərinə qarşı bir övladın nə kimi vəzifələri vardır, ondan bəhs etmişdik ki, bəzi qardaşlarımız xahiş elədi bizdən. İndi isə bugünkü xutbəmizin mövzusu isə valideynin övladlarına qarşı vəzifələri nələrdir? İnşallah bu həftədə ondan bəhs edəcəyik. Bir valideyn övladına qarşı, bir valideynin öz övladına qarşı nə kimi vəzifələri vardır? İnşallah bugünkü xutbəmizin mövzusu budur. Əvvəla onu qeyd edim ki, hər bir valideyn, hər bir ki, ailədə yetkili belə deyək ki, şəxs, yəni ailənin rəisi, başçısı kişi sayılmaqdadır. Ailə başçısı öz ailəsini, ki, Quran-ı Kərimin ifadəsi ilə desək, cəhənnəm odundan qorumaqla məsuldur. Bir ailə başçısı öz ailəsini, həm təbii ki, övladlarını, eyni zamanda həyat yoldaşı da bunun içərisində girir. Ümumiyyətlə, ailəsini cəhənnəm odundan qorumaqla məsuldur və bunu Allah-u Teala bizdən istəməkdədir ayədə. Xutbənin başında oxuduğum ayədə Allah-u Teala buyurur ki, Yə əyyuhəl-ləzīnə əmənu qu ənfusəkum və əhlikum nəra. Ey iman gətirənlər, ey möminlər, özünüzü və ailənizi oddan, atəşdən qoruyun. Ayənin davamı belədir. Elə bir atəş ki, onun yanacağı insanlar və daşlardır. Xidmətçiləri isə Allahın onlara verdiyi əmirlərə asi olmayan, buyurduqlarını yerinə yetirən daş qəlbli və çox sərt təbiyyətli mələklərdir. Həmin o odun cəhənnəmin xidmətçiləri onlardır və o cəhənnəmin yanacağı isə insanlar və daşlardır. Həmin o yanacağı insanlar və daşlar olan o oddan, o atəşdən, ey möminlər, özünüzü və ailənizi qoruyun, deyir Allah-u Teala. Elə isə gəlin görək, qorumaq necə olur? Ailəmizi oddan, atəşdən qorumaq necə olur? Bunun üçün təbii ki, bəzi şeylər var ki, insanı cəhənnəmə aparacaq, cəhənnəmə salacaq olan əməlləri yerinə yetirməyə mane olmaqla olur. Və övladlarımıza gözəl bir şəkildə tərbiyə verməklə olur, İslam əxlaqı verməklə olur. Onu, övladlarımızı, ailəmizi oddan, atəşdən qorumaq yalnız bu şəkildə olur. Bunun başqa bir yolu yoxdur. Onun üçün övladlarımıza qarşı olan vəzifələri bu şəkildə sıralaya bilərik maddə halında. Birincisi, hər bir valideyn övladlarının bütün ehtiyaclarını, həm maddi, həm mənəvi ehtiyaclarını ödəmək məcburiyyətindədir. Bu valideynin övladı üzərində haqqıdır. Hər bir valideyn övladlarının maddi və mənəvi ehtiyaclarını ödəmək məcburiyyətindədir və halal yollarla ailəsini, övladlarının rozisini qazanmalıdır və onların ehtiyacını təmin etməlidir. Təkrar edirəm, halal yollarla, haram yollarla deyil. Tam tərsi haram yollarla ailəsinin ehtiyacını təmin edərsə, nəinki oddan, ailəsini oddan, atəşdən qorumaq, onu odun atəşin içinə atmış olur. Həm özünü, həm də ailəsini bilavasitə. Və ailəsinə xərclədiyi pulu, ailəsinə pulu xərcləyərkən, övladlarına o pulu xərcləyərkən nə israfçılıq edəcəkdir, nə də ki, xəsislik edəcəkdir. Ailəsinin ehtiyaclarını, övladlarının ehtiyaclarını, xüsusilə maddi ehtiyaclarını təmin edərkən nə israfçılıq edəcəkdir, nə də ki, xəsislik edəcəkdir. Baxın, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm nə buyurur? Bir adamın xeyir yolunda xərclədiyi pulun ən fəzilətlisi ailə fərdlərinə xərclədiyi puldur. İkincisi, valideynlər övladlarını İslam əxlaqı ilə təbii ki, tərbiyə edəcəkdir. Ki, oddan, onun atəşdən, övladlarını atəşdən qorunmasında ən böyük səbəbi də bu olmalıdır. İslam əxlaqı ilə onu tərbiyə etmək valideynlərinin borcudur. Uşaqlarımızı, övladlarımızı Qur'anla tanış edəcəyik. Qur'an nədir? Necə bir kitabdır? Qur'an oxumağı öyrətməyə çalışacağıq. Quranda nədən bəhs edilir? Ümumiyyətlə, İslam əxlaqı ilə yetişdirmək valideynlərin üzərinə düşür. Övladların İslam əxlaqı ilə yetişməsi valideynin üzərinə düşür. Bu uşaqdır. Bu uşaq hara yönləndirsən, necə yönləndirsən, o şəkildə formalaşacaqdır. Necə ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir hədis şərifi var. Hər doğulan uşaq
İslam fitrəti üzrə doğular. Daha sonra ana atası o uşağı Hristiyan, Yahudi və ya Məcusi edər. Demək ki, ana atanın rolu uşağın tərbiyə olunmasında, uşağa təsiri çox böyükdür. Ana ata onu yönləndirir, formalaşdırır. Ya onun cəhənnəmə girməsinə vasitə olar ana ata, ya da ki, onun cənnətə girməsinə vasitə olar. Onun üçün övladlarımıza qarşı olan vəzifələrimizdən demək olar ki, ən əsası onun İslam əxlaqı ilə onu yetişdirməkdir. Baxın, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm nə buyurur? Heç bir ata uşaqlarına gözəl tərbiyədən daha üstün bir hədiyyə verməmişdir. Heç bir ata uşaqlarına gözəl tərbiyədən daha üstün bir hədiyyə verməmişdir. Əgər övladlarınıza hədiyyə vermək istəyirsinizsə, onu gözəl bir şəkildə tərbiyə edəcəksiniz. Onu gözəl bir şəkildə İslam əxlaqı ilə tərbiyə edəcəksinizsə, ən gözəl hədiyyə bax elə budur. Üçüncüsü, övladlarımıza gözəl isim qoymalıyıq. Bu da ana atanın övladlarına qarşı olan vəzifələrindəndir. İslama zid olmayan isimlər, adlar qoyacağıq. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bəzi İslama zid olan adları dəyişmişdir. Onun üçün adlar qoyarkən xüsusilə buna diqqət edəcəyik. Çünki, baxın, başqa bir hədis-i şərifdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur, siz qiyamət günü özünüzün və atanızın adları ilə çağırılacaqsınız. Elə isə övladlarınıza gözəl adlar qoyun. Siz qiyamət günü özünüzün və atanızın adları ilə çağırılacaqsınız. Elə isə övladlarınıza gözəl adlar qoyun. Demək ki, bu hədisdən bu anlaşılır. Belə çağırılacaq insanlar. Ey filan kəs oğlu filan kəs. Demək ki, adı da qoyan kimdir? Uşağa adı qoyan valideyndir. Gözəl adlar qoymaq lazımdır ki, İslama zid olmayan adlar qoymaq şərtdir. Və digər bir məsələ, övladlarımızı xüsusilə Ramazan və Qurban bayramlarını sevdirmək bizim borcumuzdur. Bunun üçün nə etməliyik? Bu çox mühüm məsələdir, möhtərəm möminlər. Övladlarımızı Ramazan və Qurban bayramlarını sevdirmək. Bunun bir çox yolları var. Misal üçün, uşaq əsasən uşaq yaşlarında olan bir kimsə daha çox hədiyyə daha çox istəyər. Və sən uşağı o bayrama, dolayısıyla Ramazan və Qurban bayramına sevdirməyin demək, övladını, uşağını, İslamı sevdirməyin deməkdir. Övladlarımız Ramazan və Qurban bayramını səbirsizliklə gözləmələri lazımdır. Bunun üçün nə etmək lazımdır? Həmin o vaxtlarda onları sevdirmək üçün, o bayramı sevdirmək məqsədilə, bu niyyətlə övladlarınıza hədiyyələr alın. Uşaqlarınıza hədiyyə alın, o vasitə ilə, çünki uşağın başqa cür anlayacağı bir şey yoxdur. Uşaq, müəyyən bir yaş dövründə uşaq ancaq elə şeylərlə nəyisə sevə bilər, nəyisə sevdirə bilərsən. Onun üçün övladlarınıza həmin o günlərdə, həmin o Ramazan və Qurban bayramlarında övladlarınıza gözəl bir hədiyyə alın ki, o hədiyyə vasitəsilə o bayramı sevəcəkdir və dolayısıyla İslama qarşı sevgi yaranacaqdır. Dördüncü, ana atanın övladlarına qarşı olan vəzifələrindən birisi, ana ata, hər bir valideyn övladına ən gözəl nümunə olmalıdır. Və özü etdiyi şeyi övladına deməlidir. Özü etmədiyi şeyi övladına desə belə təsir olmaz. Siqaret çəkən bir valideyn övladına səhərə kimi nə qədər desə ki, siqaret çəkmə, heç bir təsir olmaz. İçki içən bir valideyn övladına desin ki, içki içmə, içki içmək zərərlidir. Nə qədər desin, heç bir faydası olmaz. Çünki sən özün içki içirsən, sən özün siqaret çəkirsən. Siqaret çəkən bir valideyn öz övladının siqaret çəkmə deməsi çox gülünç doğurur. Və eyni zamanda onun sözü təsirsizdir. Birinci sən özün o zərərli vərdiş nədirsə onu tərk edəcəksən, ondan sonra övladına deyəcəksin ki, bu işi etmə. Desən belə, özün etdiyi halda övladından o işi tərk etməyə çalışsan belə təsiri olmaz. Necə ki, Allah-u Teala buyurur, "Ya eyyuhellezine amanu lima taquluna ma la taf'alun." Ey iman edənlər, özünüz etmədiyi şeyi niyə deyirsiniz? Birinci özünüz edin, daha sonra bunu deyin. Və sözünüz təsirsiz olacaqdır. Necə ki, məşhur bu barədə bir misal var. Bir nəfər bir ağsaqqalın yanına gəlir ki, övladım çox siqaret çəkir. Onu nə qədər nəsihət edirəm ki, siqaret tərk etsin, yenə də tərk etmir. Bəlkə siz buna bir nəsihət verəsiniz, siqareti tərk etsin. Həmin o ağsaqqal kimsə deyir ki, get, övladın getsin, gedin, bir həftə sonra gəlin deyir. Bir həftə sonra gəlirlər və başlayır daha sonra həmin bu ağsaqqal, həmin o siqaret çəkən
kimsəyə nəsihət verməyə. Siqaret çəkmə, bu filan zərərləri var deyə. Və bu sözdən sonra həmin o uşaq siqaret çəkməyə tərk edir. Həmin o uşağın valideyni o ağsaqqal kimsəyə deyir. Bir həftə qabaq da eyni sözləri desəydiniz, niyə bir həftə sonra bizi bura gətirdiniz? Bir həftə qabaq da biz gəlmişdik, demişdim sizə, tərk etsin, övladıma bəzi nəsihətlər verirsin, siqareti tərk etsin, amma siz bir həftə sonra gəlin dediniz. Həmin o vaxt desəydiniz olmazdı mı? Baxın, həmin adam nə cavab verir, həmin o ağsaqqal nə cavab verir? Bir həftə qabaq mənim özüm də siqaret çəkirdim. Amma siqareti mən özüm tərk edəndən sonra dedim, ona görə təsirli oldu. Mən özüm siqaret çəkə-çəkə, bizə bir kimsəyə deyə bilərəm ki, siqaret tərk et, misal üçün. Bu, başqa bir şey də ola bilər. Hər an ki, siqaret olmasın, içki olsun. Başqa bir zərərli vərdiş ola bilər. Onun üçün, valideynlər birinci özləri övladlarına nümunə olmalıdır. Birinci, həmin o zərərli işi, vərdişi özü tərk etməlidir ki, daha sonra sözü də təsirli olsun. Yalan danışan bir valideyn səhərə kimi övladına desin ki, yalan danışmır, heç bir faydası olmaz. Çünki sən özün yalan danışırsan. Birinci, sən özün bunu tərk etməlisən. Möhtərəm möminlər, valideynin övladlarına qarşı olan digər bir vəzifələrindən birisi də ayrı-seçkilik etməməkdir. Övladlar arasında ayrı-seçkilik etməməkdir. Xüsusilə qız uşaqları ilə oğlan uşaqları arasında ayrı-seçkilik etmək, möhtərəm möminlər, qətiyyən caiz deyildir, haramdır, günahdır. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bunu qadağan etmişdir. Ümumiyyətlə, qız oldu, oğlan oldu, fərq etmir. Laf oğlanlar arasında olsun. Övladlar arasında ayrı-seçkilik etmək günahdır, haramdır. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm baxın nə buyurur? Allahdan qorxun, uşaqlarının arasında ayrı-seçkilik etməyin və ədalətli olun. Allahdan qorxun, övladların arasında ayrı-seçkilik etməyin və ədalətli olun. Son olaraq bir ayə oxuyub inşallah xütbəmi yekunlaşdıracağım və namazımızı inşallah qılacağıq. Övladlarımız bizim üçün bir imtihandır. Bu imtihanı keçmək üçün onları gözəl bir şəkildə tərbiyə etmək əsas şərtdir. Necə ki, ayədə Allah-u Teala buyurur, bilin ki, mal dövlətiniz və övladınız sizin üçün Allah qarşısında ancaq bir imtihandır. Ən böyük mükafat isə məhz Allah yanındadır. Ələ innə əhsənəl kələm və əqlağa nizam kələmullahil məlikil azizil alləm kəmən qalallahu Teala və təbərəkə fil kələm və izə qur'əl Qur'anu fəstəmi'u ləh və ansitu ləalləkum turhamun. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. İnnəd-dinə indəllahil islam. Sadaqallahul azim.